Xocavənd rayonunun Xanoba və Sos kəndlərində ümumi sahəsi 18.681,3 kvadrat metr olan 111 fərdi yaşayış evinin təmir işlərinə başlanılır. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonunda bərpa, tikinti və idarəetmə xidməti məlumat yayıb. Qurum bildirir ki, təmir işləri ilə bağlı Capital Group və Vemar Construction Group şirkətləri ilə müqavilələr bağlanıb. Müqavilələrin ümumi maliyyə dəyəri 6,5 milyon manat təşkil edir. Təmir işlərinin məqsədi bölgədə zərər görmüş və yararsız vəziyyətə düşmüş fərdi yaşayış evlərini yenidən istifadəyə yararlı vəziyyətə gətirməkdir. Layihə çərçivəsində evlərin dam örtükləri, daxili və xarici divarları, elektrik və su təchizatı sistemləri yenilənəcək, habelə yaşayış sahələrinin ümumi komfort səviyyəsi artırılacaq. Xidmətdən qeyd edilib ki, bu işlərin icrası zamanı keyfiyyət və təhlükəsizlik standartlarına ciddi riayət olunacaq, həmçinin yerli sakinlərin rahatlığı təmin ediləcək. İşlərə məsul olan şirkətlər öz heyətini yerli əməkçilərlə dəstəkləyərək işçi qüvvəsini artıracaq, bu da bölgədə müvəqqəti iş imkanları yaradacaq. Bundan əlavə, layihənin icrası regionun sosial-iqtisadi inkişafına töhfə verəcək, yerli əhalinin yaşayış şəraitini yaxşılaşdırmaqla bərabər Xocavənd rayonunun bərpası prosesini sürətləndirəcək. Təmir işlərinin başa çatma müddəti, habelə evlərin istifadəyə verilməsi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, Xocavənd rayonu son illərdə münaqişədən sonraki bərpa və yenidən qurma layihələrinin prioritet olduğu ərazilərdən biridir və bu tip layihələr bölgənin uzunmüddətli sosial sabitliyinə xidmət edir.